Afət Fərman qızı, sən mənim adımı çəkə bilmirsən, amma mən sənin adını çəkərək danışıram. Deməli, deyirsən ki, mənə deyirsən də sözündən belə çıxır, storylərindən belə çıxır. Eybi yoxdur, demənəm. Ana sözü söyürsən, anama ağzıva gələn danışırsan. Amma nəzərvə çatdırım ki, mənim anam 23 yaşında evdar qadın olaraq, evdar gəlin olaraq dünyasını dəyişib. Sənin anan 60 yaşında palatka müğənnisi olaraq dünyasını dəyişib. Bir bax gör o sözlər kimə yaraşır, kimin anasına yaraşır, kimin anasına layiqdir. Və mən ana görmədən böyüyən bir qız göz qabağındayam. Sən ana görərək böyüyən bir 50 yaşında qadın. Sənin danışığına bax, mənim danışığıma bax, sənin rəftarına bax, mənim rəftarıma bax.